Ona görə də həqiqətən də bir müsəlman üçün mühümdür, vacibdir ki, elm öyrənsin. Hətta yəni bu şeylərə düşməsin. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, elm tələb etmək hər bir müsəlmana vacibdir. Düzdür, yəni elmin də iki qismi var. Var fərz olan, yəni hər bir müsəlmana vacib olan elmi fard-ı ayn deyilir. Yəni hər bir müsəlmana vacibdir, fərqi yoxdur. İstər elm əhlindən olsun, istərsə qeyri-elm əhli. Hər bir kəs bu şeyləri öyrənməlidir. Yəni mükəlləf olduğu şeyləri. Əgər insan namaz qılırsa, namaza aid olan məsələləri öyrənməlidir. O Ramazan ayının orucunu tutursa, Ramazan ayında olan orucluqla bağlı əhkamları öyrənməlidir. Az öncə zikr etdik. Əgər insan tacirdirsə, mütləq şəkildə alqı-satqı, ticarətlə bağlı olan məsələləri öyrənməlidir. Və digər yerdə qalan, misal üçün, miras elmidir və s. elmlərdir. Onlar isə artıq, əgər onun əhlindən deyilsə artıq, onun üzərində vacib deyil. Yəni, bir toplum elmlə məşğul olan kəs onu öyrənərsə artıq digərlərinin üzərindən nədir? Vaciblik götürülür. Daha ikinci o dediyimiz elm isə fardun kifayədir. Hansı ki, miras elmi və digər elmləri bundan misal çəkdik.